Salam mənim TikTok izləyicilərim, sabahınız xeyirli, uğurlu olsun. Mənim buradan bugünkü fikrim tam başqadır. Mən təhsillə bağlı bir video çəkib paylaşıram. Mən buradan İmmunovoy Cəlilabad rayonunun təhsil şöbəsinə müraciət edirəm. Xahiş edirəm, Cəlilabadın kəndlərində olan məktəblərə nəzarəti güclü eləyin. Cənab Prezident İlham Əliyev, Vitse-Prezidenti Mehriban xanım Əliyev, onlara təşəkkürümü bildirirəm. Onlar pul ayırıb müəllimlərə maaş verir. Direktora pul verir. Bu pul sizi qane eləmirsə müraciət eləyin. Mən müəllimlər tanıyıram, gedib çiyələ ilə məşğuldur, uşaqlarla maraqlanmır. Uşaq məktəbdə bir-birini döyür, onunla maraqlanmır. Vaxırda gəlir valideynlər bir-birin o həddə çatır, savaşırlar, polisə düşürlər, bir-birini bıçaqlayırlar. Ayıbdır, belə şeylərə nəzarət eləmək lazımdır. Axı dövlət sizə maaş verir. Ən azı 1000 manat, 800, 1200 manat maaş verir. Mən özüm usta işləyirəm, mən ayda 500 manat pul qazana bilmirəm. Gedib çiyələ ilə məşğul olunca ged uşaqla məşğul ol. Ya çiyələ ilə məşğulsan, ged gələn çiyələyi satqı, başqa müəllim gəlsin. Mən buradan üzümü tuturam Cəlilabad rayonuna. Xahiş edirəm, məktəblərdə nəzarət güclü olsun. Hərənin bir uşağı var. Bunu mənim deməkdə məqsədim var, dalım demirəm. Əgər bu problemlər böyüksə, mən hamısını araşdırıb deyəcəm. Sizdən xahiş edirəm artıq dərəcədə. Buna nəzarət eləyin. Belə şey olmaz, məktəbin kameraları işləmir. Mənim uşağımı məsəl üçün deyək, İbadullah döyür, gəlib deyirəm, Vəlisən döyübsən. Olmur belə şey, bu kameralar bu işə düşsün. Nədir sizin maddi marağınız? Niyə bu kameralar işləmir? Məni başa salın görün. Burada sizin nə marağınız var? Mən sizdən xahiş edirəm, Cəlilabad rayonunun məktəblərinə nəzarət edin. Əgər nəzarət olunmasa, mən bunu real şəkildə çəkib paylaşacağım. Eşitdiniz? Xahiş edirəm artıq dərəcədə.